Allahın salamı olsun. Məni sevənə və sevməyən hər bir şəxsə Tanrı sizləri qorusun. Dəyərli xalqım, millətim. Yenə mənə müraciətlər olunur ki, bir evdə 3 bacıyıq. Bizim adımızı çəkib qapımıza gələnlər yoxdur. Axır müraciət elədik mollaya. Molla bizə dedi ki, sizin adınız dəyişməlidir. Mənim 30-32 yaşım var, böyük bacımın 42 yaşı var, ortancıl bacımın 38 yaşı var. Mən getdim, öz adımı mollaya dəyişdirdim. Ancaq üçümüzün də heç bir qapımızı yenə açıb gələn bir elçimiz yoxdur. Hər bir insan bizə deyir ki, kömək elədik. Ancaq biz yenə açılmamışıq. Molla da vaxt qoymuşdu ki, Samaya xanım, sizin bəxtinizi açmışıq, qapımıza yenə elçi gəlməyibdir. Mən buradan deyirəm ki, dırnaq arası bəzi mollalar, siz bunun adını dəyişdirmişsiniz. Bu yaşda, bu insana öz adı var, adınla yaşayır. Bunun canındakı mənfi əməllər çıxmayıbdır. Bəlkə sən bunun, ay molla, atasının adını da dəyişdirərsən. Bəlkə anasının adını da dəyişdirərsən. Bəlkə elə öz evinə düşəri ola, öz evinə keçirdəsən. Molla, cəmaatın başını qatmayın. Ad dəyişdirmək yanlışdır. Hərənin bir bəxti, talih qisməti var. Özündə bağlılıq varsa da öz canınızı təmizləyin. Mollaların vəzifəsi ölü götürməkdir. Heç bir Quranda təkrarən deyirəm ki, bəxt açılmır, bəxt göstərilmir. Sənin adınla, səndən heç vaxt Quranda yazılmayıbdır. Quranda, kitabda yazılanlar imamlardan, peyğəmbərlərin həyatlarındandır. Bu dırnaq arası maşinik mollalardan əl çəkin, insanları aldatmayın. Sağ olun, salamat qalın, dəyərli xalqım.